Həyatını və işlərini səviyyəyə salmaq üçün sənə iki texnikadan bəhs edir. Birinci texnika Qurbağanın yer texnikasıdır. Ən çətin, ən vacib və ən çox ertələdiyin işi günün birinci yarısına, yəni səhər vaxtlarına təyin edirsən, o zaman işləyirsən. Bu səndə nəyə qazandıracaq? 1. Ertələməni qıracaqsan. 2. Gün boyu o işi də etməliyəm stresindən qurtulacaqsan. 3-cü isə günün birinci yarısı beyin bir işi bitirdiyi üçün artıq digər işlər görmək ona daha asan olacaq. İkinci texnikamız isə Pomodoro texnikasıdır. Pomodoro texnikası nədir? 25 dəqiqəlik çalışma və 5 dəqiqəlik fasilələrlə 4-25 dəqiqəlik iş bir Pomodoro sayılır. Bu sizə nə qazandıracaq? 1. Diqqətinizi toplayacaqsınız. 2. Başlaya bilmirəm hissi insanda azalır. 3. Beyni yormadan uzun müddət işləmək üçün gözəl bir texnikadır və planlı işləmək üçün çox faydalı bir texnikadır. Çünki beyin sonsuz iş fikrindən qorxur. Bu isə sizi ilk, yəni 25 dəqiqəyə fokusladığı üçün qısa vadəliyə. Sizə işlər daha asan olmaya başlar.